Xaçmaz rayonu ərazisində Gəndab Yalama yolunun Xaçmaz rayonu Müzəffərabad kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 3 avtomobil toqquşub ərazidə. Gördüyünüz bu Mercedes markalı avtomobil, Opel və bir digər də BMW də oradadır. Ən pis vəziyyətdə olan BMW-dir. İndi sizə təqdim edəcəm görüntülərini. Qəzaya uğrayan digər avtomobil BMW markalı avtomobildir. Vəziyyət bu cürdür. Yoldan çıxaraq kənara aşıb. Ümumilikdə 2 təcili yardım avtomobili cəlb olmuşdu hadisə yerinə və təcili yardım avtomobilləri ilə 4 nəfər Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətləri barədə hələ dəqiq məlumatım yoxdur. İndi digər Opel markalı avtomobili də sizə təqdim edəcəm. Ərazi başlayın bax, Alpan çayın üzərindədir. Burada da Opel markalı avtomobil qəzaya uğrayan 3-cü avtomobil də bax budur. Hər 3 avtomobilin sürücüsü və bir nəfər də sərnişin Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıb. Yəni ilkin məlumata görə hadisə yüksək sürət və avtomobillərdən birinin ötmə əməliyyatını səhv yerinə yetirməsi ucbatından baş verib, amma hər şey araşdırmalardan sonra məlum olacaq.